Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub, videonu bəyənməyi unutmayın. Salam hörmətli izləyicilər. Bugün ölkədə bir çox vətəndaşı maraqlandıran mühüm bir dəyişiklikdən danışacağıq. Uzun illər ərzində əmək haqqı, pensiya və müxtəlif sosial ödənişlər yalnız dövlət tərəfindən müəyyən edilmiş banklar vasitəsilə vətəndaşlara təqdim olunurdu. Bu sistem uzun müddət tətbiq edilsə də, zaman keçdikcə vətəndaşların ehtiyacları dəyişdi və daha çevik yanaşmaya ehtiyac yarandı. Yeni layihə məhz bu ehtiyacları nəzərə alaraq hazırlanıb. Layihənin əsas məqsədi vətəndaşlara daha geniş seçim imkanı yaratmaq, maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaq və ödənişlərin alınması prosesini daha rahat hala gətirməkdir. İndiyə qədər bir çox insan əmək haqqını, pensiyasını və ya sosial müavinətini almaq üçün yalnız təyin olunmuş bankın xidmətlərindən istifadə etməyə məcbur olurdu. Bu isə müxtəlif problemlər yaradırdı. Bəzi bölgələrdə bank filiallarının az olması, bankomatların yaşayış məntəqələrindən uzaqda yerləşməsi və ya xidmət səviyyəsindən narazılıqlar vətəndaşların gündəlik həyatına mənfi təsir göstərirdi. Xüsusilə ödəniş günlərində bankomatların qarşısında uzun növbələr yaranırdı. İnsanlar saatlarla gözləməli olur, vaxt itirir və əlavə çətinliklərlə qarşılaşırdılar. Yaşlı insanlar üçün bu vəziyyət daha ağır olurdu. Pensiya alan şəxslər bəzən yalnız vəsaitlərini əldə etmək üçün uzun məsafələr qət etməli olurdular. Yeni sistemin tətbiqi ilə bu problemlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Çünki vətəndaşlar artıq maliyyə vəsaitlərini almaq üçün yalnız bir bankdan asılı olmayacaqlar. Onlar öz ehtiyaclarına və rahatlıqlarına uyğun bank seçə biləcəklər. Bu dəyişiklik təkcə vətəndaşların rahatlığı üçün deyil, eyni zamanda bank sektorunun inkişafı üçün də vacib hesab olunur. Maliyyə bazarında rəqabətin artması bankları daha keyfiyyətli xidmət göstərməyə təşviq edəcək. Müştəri qazanmaq istəyən banklar yeni imkanlar, əlavə üstünlüklər və daha sərfəli şərtlər təqdim etməyə çalışacaqlar. Mütəxəssislərin fikrincə, banklar arasında rəqabətin güclənməsi nəticəsində vətəndaşlar daha çox üstünlük əldə edə bilərlər. Məsələn, müxtəlif xidmət haqqlarında güzəştlər, daha əlverişli kart paketləri, əlavə bonus proqramları və müştərilər üçün xüsusi kampaniyalar təqdim oluna bilər. Bundan əlavə, rəqəmsal xidmətlərin inkişafı da sürətlənə bilər. Müasir dövrdə insanların əksəriyyəti maliyyə əməliyyatlarını mobil tətbiqlər vasitəsilə həyata keçirməyə üstünlük verir. Buna görə də banklar öz tətbiqlərini daha rahat, daha təhlükəsiz və daha funksional etməyə çalışacaqlar. Bu isə vətəndaşların gündəlik maliyyə əməliyyatlarını daha sürətli və rahat yerinə yetirməsinə imkan verəcək. Ekspertlər bildirirlər ki, yeni sistem bank sektorunda sağlam rəqabətin formalaşmasına şərait yaradacaq. Əgər bir vətəndaş əmək haqqını, pensiyasını və ya sosial müavinətini müəyyən bir bank vasitəsilə almağa qərar verirsə, həmin bank onu öz müştərisi kimi saxlamaq üçün daha cəlbedici təkliflər irəli sürməyə çalışacaq. Bu təkliflər arasında müxtəlif endirimlər, xüsusi xidmət paketləri, daha sərfəli kredit şərtləri və digər üstünlüklər ola bilər. Xüsusilə pensiya alan vətəndaşlar üçün xüsusi proqramların hazırlanacağı da istisna edilmir. Belə təşəbbüslər həm vətəndaşların faydasına olacaq, həm də maliyyə sektorunun inkişafına müsbət təsir göstərəcək. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə əmək haqqı ödənişlərinin yeni sistemə inteqrasiyası planlaşdırılır. Daha sonra isə pensiya və sosial müavinətlərin də bu mexanizmə daxil edilməsi gözlənilir. Mərhələli keçid prosesi sistemin daha sabit və təhlükəsiz şəkildə tətbiq olunmasına kömək edəcək. Eyni zamanda vətəndaşların yeni qaydalara uyğunlaşması üçün kifayət qədər vaxt yaradacaq. Bu dəyişiklik nəticəsində vətəndaşlar öz maliyyə vəsaitlərini hansı bank vasitəsilə almaq istədiklərinə daha sərbəst qərar verə biləcəklər. Bu isə həm rahatlıq, həm vaxta qənaət, həm də daha keyfiyyətli xidmət deməkdir. Ümumilikdə yeni layihə vətəndaşların maliyyə xidmətlərinə çıxışını genişləndirən, bank sektorunda rəqabəti gücləndirən və xidmət keyfiyyətinin yüksəlməsinə şərait yaradan mühüm addım kimi qiymətləndirilir. Əgər layihə uğurla həyata keçirilərsə, gələcəkdə milyonlarla insan gündəlik maliyyə əməliyyatlarını daha rahat şəkildə həyata keçirə biləcək